...145 ölü, 551 yaralı. Ötən ilin martın 22-sində Krokus City Hall'da baş vermiş bu faciə müasir Rusiya tarixində ən qanlı terror aktı hesab olunur. Bugün gördüğünüz bu mekanda terror aktının baş verdiği Krokus City konsert kompleksinin qarşısında terror qurbanlarının xatirəsinə həsr olunan abidənin açılışı olub. Qara mərmər sütunlar üzərində durna sürüsü. 6'sı uşaq olmaqla 145 nəfərin həlak olduğu Krokus terror qurbanlarının xatirəsi məhz bu cür əbədiləşdirilib. Atışma başlayanda mən zaldaydım. Qışqırdım ki, bizdə atəş açırlar. İnsanlar qaçmağa başladılar. Hamı zaldan çıxış axtarırdı. Panika yaranmışdı. İnsanlar bir-birini tapdalayırdılar. Terrorçular artistlərin çıxış etdiyi konsert zalına daxil olub, oradan insanlara atəş açmağa başladılar. Gözümüzün qarşısında insanları öldürürdülər. Bu faciənin heç bir anı yadımdan çıxmır. Bizim ailənin sadəcə bəxti gətirmişdi. Heç birimizə bir şey olmadı. Lakin bir çoxunun bəxti gətirmədi. Atışma olanda biz zalda idik. Yanğın baş verdikdən sonra hamı qaçmağa başladı. Nəyə görə Krokus terroru müasir Rusiya tarixində ən qəddar terror aktı hesab olunur? Bilirsiniz, terrorlar və terrorçular, onların məqsədləri fərqli olur. Misal üçün, Beslan hadisəsində terrorçular hansısa tələblər irəli sürmüşdü. Krokus terrorunda isə məqsəd qarşılarına çıxanı öldürmək idi. Fərqi yoxdur, uşaq, qadın. Məqsəd bir idi, öldürmək. Ona görə də bu müasir Rusiya tarixində ən qəddar terror aktı hesab olunur. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Krokus City Hall'da terror aktının həyata keçirilməsində IŞİD-in Əfqanistan bölməsi olan vilayət Xorasan terror təşkilatının üzvləri iştirak edib. Hadisənin bilavasitə təşkilini Mərkəzi Asiya ölkələrindən olan 6 vətəndaş həyata keçirib. Həmin şəxslər hazırda xaricdə olduğundan qiyabi həbs edilib və axtarışa verilib. Onlar terror hücumunun iştirakçılarından olan 4 nəfəri cəlb edərək təlimlərini təşkil etməkdə ittiham olunurlar. Qeyd olunub ki, Krokus City Hall'da terror aktında ittiham olunan 19 nəfərə qarşı istintaq başa çatıb. İttiham olunanlar materiallarla tanış olduqdan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək. Fərid Əkbərov, İTV Xəbər, Moskva.